Salam, sabahınız xeyir olsun. Kendimizin güzel insanları. Her birinize Qarqabazar kendinden salamlar. Bu günlər gəlmişəm sərsərkətdəyik. Allah'ın köməkliyi ilə bu günləri kendimizin qabırsanlıqda təmizliyişi yekunlaşdı. Yüce bir yarım saat, ne bileyim bir saat ərzində Allah'ın köməkliyi ilə işimiz yekunlaşır. Təmizlik necə lazımdır, nə cür tapşırılıb, o cür də həyata keçirilibdir. Allah Teala hamıya kömək olsun, hamımızı canı sağ eləsin, bütün kəndimiz var olsun. Burada bütün əməyi keçən, zəhmət keçən insanlara Allah özü kömək olsun. Şimdi burada gəldim, bir çəkiliş eləyim atım. Hamımız üçün məlum olsun ki, yani Qarqabazarında qabırsanlıqda təmizlik işinə bu günləri yekun vurulur. Daha bir dənə qalan o küçük o da uzağı yarımca saatlıq yer qalıb. Bununla yekunlaşır. İnşallah Allah'ın köməkliyi ilə hamımız bir olub, birgə olub, bir ələ-ələ verib burada qabırsanlığımızın çəpərlənmə işinə artıq start verməyin vaxtıdır. Hamıdan xahiş edirik və rica edirik, hər bir kəs bir nəfər kimi bir olağın. Necə ki bir olduq, qabırsanlığımızın bu cür təmizliyində hər birimizin maddi, mənəvi köməkliyi ilə bu işlər həyata keçirildi. İnşallah yenə kəndimizin özünün, cəmaatımızın öz dəstəyi ilə, öz maddi və mənəvi köməyi ilə, Allah'ın köməkliyi ilə tez müddətdə bunu çəpərə alınmasına hamımız sözümüzü, əməlimizi bir yerə qoyub, qabırsanlığımızı çəpərə almaqda işimizə start verəyin Allah'ın köməkliyi ilə. Bunu da hamı eşidir də, bilir də, hamının hər şeydən xəbəri var. Artıq az müddət deyil ki, bizim kənddə qabırsanlığımız üçün vəsaitin topalanmasından hər bir kəsin xəbəri var. Mən deyərdim ki, xəbəri olmayan adam yoxdur. Düzdür, qrupda olmaya bilərlər, qrupdan qıraqda ola bilərlər, kimsə kiminsə nömrəsini bilməz, qrupa salmaya bilər. Amma mən onu tam əminliklə deyirəm ki, bunu Qarqabazar cəmaatından heylə bir adam yoxdur ki, bu pulun yığılmasına